Salam uşaqlar. Bugün Newton qanunlarına düşən yeni test toplarına baxacağıq. Deməli, birinci mövzuya baxsaq. Birinci mövzuda yeni test inersial hesablama sistemlərindən bağlı yeni test toplarında misallar var. Məsələn, səhifə 60-cı səhifədə 26-cı misal. 60-cı səhifədə 26-cı misalda inersial hesablama sistemi. İnersial hesablama sistemi deyəndə qısaca ya sürət 0 olmalıdır, ya da ki düz xətti bərabər sürətlə hərəkət etməlidir. Yəni hər iki halda təcil və əvəzləyici qüvvə 0-dır. Bizdə də 26-cı sualda f'in t'dən asılığı verilib. Orada f'in 0 olduğu hissə T4, T5 anıdır. Eyni misal 27'də də var. Orada da eyni şey istəyir. Yəni A'nın 0 olduğu yer. A'nın 0 olduğu yerdə yenə T4 və T5 anıdır. Burada yeni test yoxdur. İkinci mövzuya keçək. İkinci mövzuda 43-cü testə baxacağıq. 43-cü suala baxırıq. Burada bizdə belə bir şey verilib. Cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. Hansı zaman intervalda cismə təsirin qüvvələrin əvəzləyicinin x oxu üzrə proyeksiyasının modulu ən kiçikdir. V'nin t'dən asılığıdır. Deməli, damalarla verilib 1, 2, 3, 4, 5. Deməli, V'nin t'dən asılığı verilir. Sürətin proyeksiyasının zamandan asılığı. Deməli, 5 dama bu tərəfə gedir. 1, 2, 3, deməli, bu birincisi. Bu ikincisi. Bu üçüncüsü. Bu dördüncü. Da beşincisi. 1, 2, 3, 4, 5. Deməli, burada biz baxırıq. Qırmızı. İlk öncə deyək ki, uşaqlar, proyeksiyasının, qüvvənin proyeksiyasının modulu, yəni əvəzləyici qüvvənin proyeksiyasının modulu ən kiçikdir. Fx bərabərdir MAx-dir. AX-imiz isə bilirik ki, Vx çıx V0x bölünsün T'dir. Bu da V'nin T'dən asılığında biz yuxarıdakının aşağıdakına nisbəti verir tangens alfa. Yəni alfa ilə düzdür. Ya da belə desə, AX tangens alfa ilə düzdür. Fx da AX ilə düz asılı olduğuna görə o da tangens alfa ilə düzdür. Tangens alfa isə uşaqlar nəyə bərabərdir? Tangens alfa qarşısındakı duran katetin, mən də burada belə qısa şəkildə yazdım. Qarşıda duran katetin bitişik katet olan nisbətidir. Qarşıda duran katetin bitişik katet olan nisbətidir. Bir müqayisə eləsək, yəni məsələn birincisində tangens alfa 1 deyək. Qarşısında duran katet 3 damadır, bitişik katet isə 1 damadır. Yəni 3 bölünsün 1 bərabərdir 3'ə. Tangens alfa 2. Yenə bunun qarşısında duran 3 damadır, bitişi isə 1'dir. 3 bölünsün 1 bərabərdir 3'ə. Tangens alfa 3. Bunun qarşısında duran 2 damadır, bitişi isə 1 damadır. Yəni bucaq budur, qarşısında duran 2, bitişi isə 1'dir. 2 bölü 1 bərabərdir 2'yə. Gedək belə desək dördüncüsünə. Tangens alfa 4. Yəni buna. Bunun qarşısındakı 1 dama budur, 1 dama da budur. 1 bölünsün 1 bərabərdir 1'ə. Və ən sonuncusu tangens alfa 5 bərabərdir. Bu, həmin alfa 5 bucağı budur. Bu 3 bucaqdır. Baxsaq, qarşısında duran 2 damadır. Bölü 1 o da bərabərdir 2'yə.
Bizden en kiçiyini istəyir. En kiçiyi 1'dir. Yani ki 3-4 aralığıdır. Yani burada doğru cevap 3-4 aralığı olmuş olur. Bu da olur sizdə. Belə desək, səhifəsini yazmamışıq. Səhifə 65-də 43-cü misal. İndi isə sonraki misala baxaq. Burada yeni misal yoxdur. Altmış dokuzuncu sual. Sayfa ilə 69-da 69-cu testə baxırıq. Bu tür misallarda bizim uşaqlar biraz çətinlik çəkir. Bəzən qarışdırırlar. Əslində çox sadədir. Sadəcə uşaqlar üçüncü qüvvəni aradan çıxardırlar. Əvəzləyici qüvvənin üçüncü qüvvənin 3 qüvvə verilib, deyir ki, əvəzləyicisini tapın. Uşaqlar, burada iki qüvvənin ədədi qiyməti verilir. Birinci qüvvənin və ikinci qüvvənin ədədi qiymətləri verilir. Və aralarındakı bucağı da 90 dərəcədir. Bu ikisinin, yəni F1'in və F2'nin əvəzləyicisi onlar üzərində qurulmuş düzbucaqlının diaqonalı olur. Baxın uşaqlar, F1 və F2'nin əvəzləyicisi onlar üzərində qurulmuş düzbucaqlının həmin nöqtədən çıxan diaqonalı olur. Pifagor teoremi ilə də həmin əvəzləyici bərabərdir 6'nın kvadratı 6'nın kvadratı, o da bərabərdir 6 kökdə 2. Gördüğünüz kimi həmin bu F, bak bu F bizim F3'dən eynidir, üst-üstə düşür. Deməli, həmin F, yəni həmin F deyəndə nə? Yəni 1 ilə 2'nin əvəzləyicisi olan F, F3 ilə üst-üstə düşür. O da bərabərdir 6 kökdə 2'ye. Bak bizim F, yəni F1 ilə F2'nin əvəzləyicisi olan F3 ilə üst-üstə düşür. O da olur 6 kökdə 2. Yəni 3-cü qüvvəni verməyiblərsə, o 0 deyil. Və gördüyünüz kimi də bir uzunluğu var. Deməli, ümumiyyətlə 0 deyil. Həmin o qüvvənin qiymətini tapmalıyıq. Yəni verməyiblərsə onu bizə tapşırırlar. Yəni biz tapmalıyıq. Və gördüyünüz kimi həmin F ilə F3'ün istiqaməti üst-üstə düşdüyünə görə yekun əvəzləyici qüvvə F ilə F3'ün cəminə, yəni ki 6 kökdə 2'ni 2'ye vurur, 12 kökdə 2'ni vermiş olacaqdır. Bu da oldu bizdə 69-cu məsələ. Yenə də deyirik, yəni bu 6'dır, bu da 6'dır. Yəni kitabda görürük, bu 6'dır, bu da 6'dır. 6'nın kvadratı, 6'nın kvadratı. Bu eli kökün altında 72, oradan da 6 kökdə 2. 2 tane olduğuna görə topluyoruz, 12 kökdə 2'ni vermiş olur. Baxırıq, yeni test. Burada artıq yeni test opsiyası yoxdur. İkinci, üçüncü qanuna baxırıq. İkinci, üçüncü qanunda deməli səhifə 73'də. Səhifə 73'də 25-ci test. Belə bir yaydır, hər tərəfdən F qüvvəsindən dartılır. Əslində bu test belə desə elastikdə verilsəydə daha yaxşı olardı. Bu şəkil A. Belə desə şəkil A-da hər tərəfdən F qüvvəsindən dartılırlarsa, deməli burada düzdür. Bir cismi hər iki tərəfdən dartırlarsa, orada qüvvənin ən kiçisini götürürlər. Amma hər iki tərəfdən eyni qüvvə ilə dartırlarsa, burada şəkil A-da, indi mən burada indeksini A yazıram, ya da belə yazar da, şəkil A-da F olacaqdır. Yəni hər tərəfdən F ilə dartırlarsa, elə qüvvə F götürülür. Və o da bərabərdir KX-a. Və buradan ikisi tapsaq,
F bölünsün kat. Şəkil B-də isə artıq F qüvvəsi ilə dartdığına görə, yəni bu yay F qüvvəsinin hesabına dartılır. Onda burada F bərabərdir elə K-X-a. Yəni şəkil B-də. Buradan da X-i tapsaq, bu birinci halde, bu da ikinci halde. X2'ni tapsaq, F bölünsün K. Yuxarıdakı da F böl K, aşağıdakı da F böl K olduğuna görə, deməli burada da elə uzanma X olacaqdır. Sonra 26-cı sual var elə həmin yerdə. Eyni kütləli cisimlər, deməli kütlə eynidir. Verilib. Sükunət vəziyyətindən hərəkətə başlayıb, deməli V0 sıfırdır. Bərabər yer dəyişmələr etdikdə yer dəyişmə eynidir. Deyir ki, sürətin, yəni V-nin F-dən aslını tapın. Uşaqlar, verilənlərə əsasən düsturu yazmalıyıq. Yəni kütlə var, S var, sürət var və F var. Bunlardan aslı düsturu yazmaq üçün F'in düsturunu yazıram. Yəni əvəzləyici qüvvənin düsturu M-a. A-nın yerinə də verilənlər nədir? V və S. A-nın yerinə V-də və S-dən aslı düsturu budur. V kvadrat böl 2S. V0 0 olanda. V kvadrat böl 2S. Mən oradan gətirib bunu burada qoysaq, olacaq MV kvadrat bölünsün 2S. Verilən düsturda V-ni tapsaq, çünki bizdə V-nin F-dən istədiyinə görə V-ni tapmaq şərtdir. V-ni tapsaq, olacaq 2FS, yəni bu buna vurulacaq, bölünsün M-ə. Amma kökün altında. Göründüyü kimi V F'in kökü ilə düz asılıdır. Sonra həmin səhifədə 30-cu sualda var. Çəkir. Otuzuncu suala baxırıq uşaqlar. Yenə əvəzləyici qüvvə F bərabər M-adır. Sualı oxuyuram. Tili L olan polad kub müəyyən qüvvənin təsiri ilə A təcili alır. Həmin qüvvənin təsiri ilə tili L bölü 2 olan polad kubun aldığı təcil nəyə bərabər olar? Həmin qüvvə deyirsə, deməli əvəzləyici qüvvə sabitdir. Buradan A-nı tapsaq, əvəzləyici qüvvə bölünür M-ə. Yəni A-mız M-lə tərs asılıdır. M-in düsturu rho vurulsun V. Kub dediyinə görə, kubun həcmi düsturu L kubdur. Onda M bərabərdir rho vurulsun L-in kubuna. Bunu burada gətirib yerinə qoysaq. A-mız M-lə tərs asılıdırsa, onda A-mız L-in kubu ilə də tərs asılıdır. Əgər L olanda adısa, L bölünsün 2 olanda 2 dəfə azalarsa, kubu ilə tərs asılıdır deyə 8 dəfə artır. Yenə deyirəm uşaqlar, L 2 dəfə azalarsa, A-mız L-in kubu ilə tərs asılıdırsa, A-mız 8 dəfə artmış olacaqdır. Bu bizdə oldu 31-ci, daha doğrusu 30-cu sual. Burada var. İçliyində şey markerin. Deməli, səhifə 74-də. Səhifə 74-də. 33, 34, 35, 36, 38 və 40-cı suallar yeni, belə desək, toplaya salınan suallardır. Birinci 30 sual baxırıq. 10 kilogram kütləli cisimə bir-birinə bir düz xət üzrə əks istiqamətə yönəlmiş F1 bərabərdir 15, F2 bərabərdir 10 Newton olan qüvvələr təsir edir. Cismin təcilini hesablayın. Deməli, M bərabərdir 10-a,
F1 bərabərdir 15-ə, F2 bərabərdir 10-a. Əks istiqamətdə yönəldiklərinə görə əvəzləyici qüvvə bərabərdir F1 çıx F2-yə. Əks istiqamətdə olanda böyük qüvvədən kiçik qüvvə çıxılır. Bizdə F1 F2-dən böyük olduğuna görə böyükdən kiçik çıxılır. Digər tərəfdən də əvəzləyici qüvvə Newton ikinci qanuna görə M olduğuna görə bərabərləşdiririk M-aya. Yəni 15 çıxılsın 10 bərabərdir 10-aya və buradan da A-nı tapırıq. A bərabərdir 0,5-ə. Yenə də deyirəm uşaqlar, əks istiqamətdə olduğuna görə qüvvələr çıxılır, yəni 15-dən 10 çıxırıq. 5 bərabərləşdiririk M-aya, o da bərabərdir 10-a, oradan A-nı tapmış oluruq. İndi gəlirik 34-cü sual. 34-cü sualın şərtini çəkək, sonra isə şərtini oxuyuruq. Uşaqlar, deyir M2 bərabərdir 3M1 olduqda sabit təcillə hərəkət edən əlaqəli sistemlərdə, əlaqəli cisimlər sistemində təsir edən qüvvələrin nisbətini hesablanır. Sürtünmə nəzərə alınmır. Sürtünmə nəzərə alınmırsa işimiz rahatlaşır. Necə? Yəni F1-in yerində dursaq, baxın F1-in yerində duruq, əlimizi həmin ipdən tuturuq və ox istiqamətində belə riski çəkirik. Baxın uşaqlar tutduq və bunu bu formada çəkəndə sən M1-i çəkmiş olursan. Yəni F1 bərabərdir M1 vurulsun A-ya. İndi gedən F2-nin yerində durağın. F2-nin yerində durub, ipdən tutub, sağa doğru çəkdikdə isə hər ikisini də artırsan. Onda M1 üstənsin M2 vurulsun A. Tərəf-tərəfə, yəni aşağıdakını yuxarıdakına tərəf-tərəfə bölsək, F2 bölünsün F1 bərabər olur. M1 üstənsin M2 bölünsün M1'ə. Bizdə M2 3M1'dir, yerinə qoyuruq. M1 üstə gəlinsin 3M1, yəni M2'nin yerinə bölünsün M1. Bu da bərabərdir 4'ə. Sonra gəlir 35-ci suala. Deməli, o bir o iki ox ətrafında bu formada cismi fırladılır. Şərtdə deyir, bucaq sürəti 10 radian bölünsün saniyə. Uzunluq deyəndə uşaqlar bu nəzərdə tutulur. Yəni bu da fırladığına görə çevrə əmələ gətirir. Yəni trayektoriyası çevrə olduğuna görə. İndi mən uzunluq deyəndə onu R ilə işarə edirəm. Yəni radius rolunu oynayır orada. O 50 santimetrdir. Bu deyil 0,5 metr. Kütləsi də verilib 300 qram. O da 0,3 kiloqramdır. Deyir, cisim diskə nəzərən sükunətdə qalarsa, ipin gərilmə qüvvəsi neçə Newtondur? Şərti oxuyuruq, beləcə başlayın. Diskin mərkəzindən keçən şaqulu o bir o iki oxu ətrafında 10 radian böl saniyə bucaq sürəti ilə fırladılır. Deyir ki, uzunluğu 50 santimetr olan ipin bir ucu diskin mərkəzinə bərkidilmiş, digər ucuna isə kütləsi 300 qram olan cisim bağlanıb. Yəni bir diskdir və onun üzərində də həmin cisimi belə desək yerləşdiriblər. Cisim diskə nəzərən sükunətdə qalıb, yəni üzərində sükunətdə qalıb. İpin gərilmə qüvvəsi neçə Newtondur? Sürtünmə nəzərə alınmır. Şöyle burada gərilmə qüvvəsi. Biz o vaxt demişdik ki, ümumiyyətlə gərilmə qüvvəsi, indi düzdür, o vaxt dedik, sadəcə qaydada demişik, indi testdən. Gərilmə qüvvəsi cisim nədən bağlıdırsa, yəni nəyə bağlıdırsa, gərilmə qüvvəsi belədir ki, uşaqlar, konkret şəkildə gərilmə qüvvəsinin düsturu yoxdur. Yəni gərilmə qüvvəsinin düsturu əvəzləyici qüvvə, ağırlıq qüvvəsi bu formada çıxarılır.
Hal-hazırda gərilmə qüvvəsi amma istiqaməti haqqında məlumat deyə bilərik. Cisim nədən asılıbsa, nəyə bağlıdırsa, hardan bağlıdırsa, ip boyunca gərilmə qüvvəsi ora yönəlir. Görüldüyü kimi gərilmə qüvvəsi istiqaməti, yəni diskin belə desək, mərkəzidir. Mərkəzindən doğru yönəlir. Bu da ki, bizdə yəni gərilmə qüvvəsi bərabər olur mərkəzə açma qüvvəsinə. Yəni ondan üst-üstə düşür. O da bərabərdir M-a. O da bərabərdir omega kvadratı R-ə. Yəni 0,3 vurulsun 100, vurulsun 0,5. O da bərabərdir 15-ə. Gəlirik 36-cı misala. İki cisimli. Bu M1, bu da M2, bu bizdə F2, bu isə bizdə F1'dir. Yenə sürtünmə nəzərə alınmır. F1'i verib 80'dır. F1 80, F2'ni verib 40'dır. M2'ni verib 2'dir. M1 yoxdur. Təcili də verib şala 4'dir. Bir M1'i tapın. Əvəzləyici qüvvə bərabərdir uşaqlar. Bu iki qüvvənin hər biri bu iki cismin ikisinə də təsir edir. F2 qüvvəsi sağa doğru da artır, F1 qüvvəsi isə bu iki cismi sola doğru da artır. Yəni qüvvələr hər iki cismə təsir elədiyinə görə əvəzləyici qüvvə istiqamətləri əks olduğuna görə fərqlərinə bərabərdir. Onun üçün də böyükdən kiçiyi çıxacaq. 80 çıxılsın 40, o da bərabərdir 40-a. Əvəzləyici qüvvədəki M-adır. Burada iki cisimə təsir var deyə kütlələri toplanır, vurulur aya. Yəni əvəzləyici qüvvə 40'dır. Bunu gətirib yerinə qoyuruq. 40 bərabərdir. M1 yoxdur. M2 2, A'mızdakı 4. 40'ı 4'ə bölürük 10, M1'i tapırıq 8. Bu da oldu bizdə 36-cı test. 37, 38, bunlar onsuzda, bunlar adi nümunələr çoxdur. Biz gələn 40-cı testi izləyək. Yani burada 30 belə desək 7 və 38 tipli testlər 30 tipli testlərlə eynidir. 32, 33. Yəni köhnə test toplusanda bunlara aid misallar xeyli var. 40-cı suala baxırıq. Şərtdə deyir, sükunət vəziyyətindən hərəkətə başlayan cisimə təsir edən qüvvələrin əvəzləyicisinin zamandan asılıq qrafiki verilmişdir. İlk 10 saniyə müddətində cisim 20 metr yol gedərsə, İlk 30 saniye müddətində neçə metr yol gedər? Deməli, F2'nin T'dən asılığı verilir. Deyir, ilk 10 saniyədə T bərabərdir 10 saniyədə getdiyi yol verilib 20 metr. 30 saniyədə getdiyi yol nəyə bərabərdir? Kitabı qoyaq. Bu tip misallar əslində çətin deyil. Bu tip misallarda sadəcə etaplı misallar sayılır. Uşaqlar, birinci. Buradan başlayaq. İlk 10 saniyədə. Bu adamın ilk halda sükunət vəziyyətinə hərəkətə başlayır. 10 saniye gedəndə onda S1 AT kvadrat bölünsün 2 olur. Verilib sizdə də bu 20'ye bərabərdir. A'mız yoxdur, T'miz var 10'dur. 10'un kvadratı bölü 2 bərabərdir 20. 20'ni 2'ye vuranda 40, 100'e böləndə isə 0,4. Biz ilkin halda təcili tapdıq. İlkin halda, yəni belə desək, ilk 10 saniye, yəni zamanın 0, belə desək 10 aralığı. Təcilimiz 0,4'dür.
Sürətimiz sıfırdır. Yəni verilənlərə baxırıq. F2-sımız 4'tür. Buradan m'i tapırıq. İndi iki şey tapacağım. Bir m'i, bir de v'ni. Bizə lazım olacaq. Biz burada yolu tapmaq üçün qrafik üsulundan istifadə edib tapacağıq. M də bərabərdir. Fx bölünsün a'ya. Yəni ax-a. O da bərabərdir bizdə 4 bölünsün 0,4. O da bərabərdir 10'a. Sürət isə bərabərdir. V0 üstə gəlinsin. A vurulsun t'yə. Tabi proyeksiya nə yazırıqsa proyeksiyaları ilə yazaq. Vx bərabərdir V0 x üstə gəl ax delta t. V0 x 0 ax-ımız 0,4 delta t. Zaman 0 və 10 aralığıdır. Ona görə 10'dan 0 çıxacaq. 10 bu da bərabərdir 4'ə. Mən qrafiki burada vurum. Sonra davamını yazacağım. Bu Vx'in t'dən asılı. Deməli ilkin halda 0'dır. 10. saniyədə 4. 10. saniyədə 4. Quruldu. Sonra gəlirik sonraki etaba. Yəni 10'dan 30 aralığı. Bax qrafika baxın 10'dan 30 aralığından sonra dəyişiklik olur. Yəni zamanın 10-30 aralığında artıq f2'sımız -2'dir. F2 -2'dir. Eyni cisim olduğuna görə kütləsi dəyişmir. Kütlə bərabərdir 10'a. Mən buradan ax-ı tapacağım. Fx bölünsün m'ə. O da bərabərdir -0,2'ye. İndi uşaqlar belə bir qeydi eləyin. Əgər bu cür etaplı məsələlərdə ola bilər əvəzləyici qüvvə olsun, təcilin zamandan asılığı olsun, bu cür dəyişilirsə müəyyən zamandan sonra əvvəlki halın son sürəti, baxın uşaqlar, əvvəlki halın son sürəti yeni halın başlanğıc sürəti olur. Yəni yeni halın başlanğıc sürəti əvvəlki halın son sürəti, yəni 4 olacaq. Və biz burada indi Vx'i tapaq. Bərabərdir V0x yenə üstə gəl ax-dir. V0x bizdə 4 üstə gəl ax -0,2 vurulsun ən önəmli hissə t. Yəni bunu buradan yazmayın. Burada yer çatmadı. Deməli 4 üstə gəlinsin -0,2 vurulsun t. Zamanın 10-30 aralığıdır. Yəni çox uşaq 30'a vurur. 30'a vurmaq lazım deyil. Zamanın 10-30 aralığıdır. Yani 10'dan 30'a kadar olduğuna göre burada 20'dir. -0,2'ni 20'ye vuranda -4, 4 üstə -4 yəni 0. Deməli baxın uşaqlar, bu qrafikdə bu formada olacaq. Çünki 0 olduğuna görə. Yəni 10-30 aralığında sürət azaldı və 30 olanda sürət 0 oldu. İndi uşaqlar rahat şəkildə artıq t bərabərdir 30 saniyədə yolu tapa bilərsiniz. Vx'in t'dən asılığı veriləndə gedən yol qrafikin altında qalan fiqurun sahəsidir. Yəni s bərabərdir s fiqura. O da bərabərdir 4 vur 30 bölünsün 2 o da bərabərdir 60. Cavabımız olur bizim 60. Bu da oldu sizdə yeni test toplusunda 40. sualımız. Bloklarda yeni test toplusuna ait misal belə desə yoxdur. Ətraflılara baxırıq. Ətraflıda misallara baxırıq. Ətraflı. Ətrafda 8. 8-ci sualda finin radius verilib. Radius 0,5'dir. Kütlə verilib 0,2. Finin t'dən asılığı verilmişdir. 16, bu da 4. Sual belədir. Çevrə üzrə hərəkət edir. Mərsəqatma qüvvəsini hesablayın. Kəmiyyətlərin uyğun qiymətlərini koordinat oxları üzərində qeyd etməklə qüvvənin modulunun zamana asılıq qrafikini belə desək qurmalıyıq. Belə bunun 2 sənəd verilib, biz də ikisini də yazaq.
8, bu da 2. Uşaqlar, verilən dönmə bucağının zamanla asılıdır. Məşəqqətmə qüvvəsinin düsturu M vurulsun AM-dir. İndi burada M var. M varsa, deməli AM-i tapmalıyıq. AM-i də tapa bilərik necə? Omeganın kvadratı R. Omeganı bəs necə tapa bilərik? Fi bölünsün T. Yəni 16-nı 4-ə bölək 4. Onda AM bərabər omega kvadratı, yəni 4-ün kvadratı vurulsun R. 0,5. 4-ün kvadratı 16. 16-nı 0,5'ə vuranda eləyir 8. Sonra da Fm bərabər M vurulsun AM-ə. 0,2'ni vururuq 8'ə, 1,6. Fmin T'dən, yəni bu artıq sabit qaldığına görə bizdə omega sabitdir. Çünki fi T'dən düz asılıdırsa uşaqlar, bax fi T'dən, yəni belə burada buranı silim. Fi T'dən, yəni fi nə bərabərdir? Omega vur T. Fi T'dən düz asılıdırsa deməli omega sabitdir. Omega sabitsə onda AM sabitdir. AM sabitsə onda Fm sabitdir. Yəni 1,6'dan sabiti çəkəcəksiniz. İndi zamanı orada 2,4 verib, biz də elə 2,4'ü də bırak edirik. Sonra var 9-cu sualımız. Dokuzuncu sual. İçərisində su olan menzurkaya kütləsi 400 qram olan bərk cisim daxil etməzdən əvvəl və etdikdən sonra menzurkanın göstərişləri təsvir olunmuşdur. Cisim sıxlıqları cədvəldə göstərmiş hansı maddədən hazırlanmışdır? Sadə misaldır. 9-cu misalda ilk öncə cismin həcmini təyin edə bilərsiniz. Cismin həcmi necə təyin olur uşaq? İlk halda boş haldadır, sonra daha doğrusu belədir, cisim atılmamışdan qabaq çal, atıldıqdan sonra çal. Atılmamışdan qabaq 200, sonra isə 250 olur. Deməli burada cismin həcmini tapmaq üçün 250-dən 200'ü çıxırıq. Yəni əvvəlki haldan sonraki halı müqayisə edirsiniz, sonraki haldan əvvəlki halı çıxıb cismin həcmini tapırsınız. Yəni cismin həcmi bərabərdir 50 santimetr kub. Onu da metr kuba çeviririk. Belə ki 50 santimetr kub bərabərdir 1 santimetr %1 olduğuna görə 10 üstü -6 olacaqdır. Cismin kütləsi də verilib bizdə 400 qramdır. Bunu da çeviririk 0,4 kilogram. İndi R'nu tapsaq M bölünsün V'dir. 0,4'ü bölürük. 50 vur 10 üstü -6. Bu da bərabərdir bizdə 8000'e. İndi 8000 də orada poladdır. Deməli cisim poladdan hazırlanmışdır. Bu oldu bizim sualın cevabı. Sonra bu yeni test olsun. Misallar mevcut. Yirmi ikinci suala baxaq. Sükunət vəziyyətindən hərəkətə başlayan cisimə təsir edən qüvvələrin əvəzləyicinin proyeksiyasının zamanı asılı qrafik verilmişdir. A nöqtəsinə uyğun zaman anında cisim dayanırsa, bu zaman müddətini hesablayın. Əvəzləyici qüvvə x oxu üzrə yönəlmişdir. Deməli uşaqlar, sükunət vəziyyətindən başlayıb yenə V02 sıfırdır. F2'sin T'dən asılı qrafik verilibdir. Bu da yenə 2 etaplıdır. Birinci al 3F. Bu T0. Bu A nöqtəsi. Bu da -2F. Bizdə A nöqtəsinə uyğun zaman anını istəyir. Yəni belə desə T anı istəyir. Mən burada T yazdım. Yəni T anı istəyir.
Və belə bir şərt də verilib ki, A nöqtəsinə uyğun zaman anda cisim dayanır. Yəni T bərabərdir T-a olanda sürət 0 olur. Cisim dayanırsa deməli sürət 0-dır. İndi bu hissəni silək, biraz yer açaq. Və uşaqlar, bunu da qoyaq kənara. Əmizləyimiz. Cisimdir. Burada da yenə iki etaplı misal əldə edəcəyik uşaqlar. Elə bir belə desək, son sürəti sıfıra bərabərləşdirib biz oradan T-ni tapacağıq. Amma indi hissə gedək. Birinci, zamanın 0 və T0. Zamanın 0 və T0 anına baxırıq. F-x'imiz, yəni əvəzləyici qüvvənin proyeksiyası 3F-dir. Cismin kütləsini M-lə götürürəm. Yəni çox güman ki, verilməyibsə deməli bu ixtisar gedəcək. Yəni M ilə götürək. Və 0-ı 0-dır. İlkin halda AX-ı tapıram. Yəni hələ ki birinci haldayıq buna. Birinci halda AX-ı tapırım. Bərabər Fx bölünsün M-ə. Yəni 3F bölünsün M-ə. Və buradan sürəti tapıram. Vx bərabərdir V0x üstəgəl AX delta T-yə. O da bərabərdir. V0x bizdə 0-dır. Üstə gəlinsin AX 3F bölünsün M-dir. Delta T də 0, T0 aralığı olduğuna görə T0 çıx 0. O da bərabərdir uşaqlar 3F T0 bölünsün M-ə. Bu getdi. İkinci etap. İkinci etapda zamanın, belə desək, zamanın T0 və T aralığı. T0 və T aralığı. F-x'imiz mənfi 2F'dir. Yenə buradan AX-ı tapıram. Fx bölünsün M-dir. O da bərabərdir mənfi 2F bölünsün M-ə. Bayaq dediyim kimi, yenə də eyni şeyi təkrar edirəm. İki etaplı misaldır. Sürətin, yəni sonraki sürətin, daha doğrusu sonraki halın başlanğıc sürəti, çox üzr istəyirəm uşaqlar, sonraki halın başlanğıc sürəti, yəni V0 x2 deyək. Başlanğıc sürəti əvvəlki halın son sürətidir. Yəni 3F T0 bölünsün M. Yəni bu sonraki halın başlanğıc sürətidir. Sürətin düsturunu yazırıq. V2 yazıram mən ona. Məsələn Vx2 bərabərdir V0 x2 üstəgəl AX2 vurulsun. Zaman aralığı da bu aralıqdır. Yəni ki TA çıx T0. Yerinə qoyaq. Cisim dayanıbsa, uşaqlar, cisim dayanıbsa, onda olacaq 0 bərabərdir. Bunun yerinə qoyuram. 3F T0 bölünsün M üstə gəlinsin. A-nın yerinə qoyuruq. İndi orada mənfi deyil, birbaşa mənfi qoyaq. Mənfi 2F bölünsün M vurulsun T-a. Vurulsun T-a. Çıxılsın T0. Bu da açıq mötərizəni belə desək. 3F T0 bölünsün M. Çıxılsın 2F TA bölünsün M. Üstə gəlinsin 2F T0 bölünsün M-ə. Yəni 0 bərabərdir. Bundan bu toplanır. Olur 5F T0 bölünsün M. Çıxılsın 2F TA bölünsün M-ə. Ataq o tərəfə 2F TA bölünsün M bərabərdir 5F T0 bölünsün M-ə. F'lər və M-lər ixtisar getdi və A nöqtəsi üçün tapa bildik. 5-i 2-yə böləndə 2,5 T0. Düzdür, biraz uzun getdi. Bu oldu bunun, yəni verilənlərə əsasən misalın həlli. Bu da oldu bizdə 22-ci sual. Riyazi üsulda əsas mərzin başa düşsə əslində çətin bir şey deyil. Sadəcə biraz kəmiyyətlərdə ədədlər verilməyib. Biraz uzun çəkdi.
Sonra 23-cü sual var. Uşaqlar, 3 dənə qüvvət F1 bərabər 30 Newton, F2 bərabərdir 20 Newton və F3 bərabərdir 5 Newton. Bir düz xətt boyunca yönələn. Bir düz xətt boyunca yönəlib. İndi burada düz xətt boyunca yönəlibsə, ehtimallar var da, yəni necə? Üçü də bir düz xətt boyunca eyni istiqamətə yönələ bilər və yaxud da ki, biri fərqli istiqamətə, ikisi eyni istiqamətə yönələ bilər. Deyir ki, verdiyi ən böyük təcil aya bərabərdir, qüvvələrin cismə verdiyi ən kiçik təcil nəyə bərabərdir? Biz bilirik ki, əvəzləyici qüvvə bərabərdir m-adır. Bir cisimdir deyə, yəni kütlə sabitdir. Onda əvəzləyici qüvvə A ilə düz asılıdır. Əvəzləyici qüvvənin ən böyük qiyməti qüvvələrin cəmidir. Bu da bərabərdir 30, 20, bu da 5. Eləyir 55. Əvəzləyici qüvvənin ən kiçik qiyməti isə onların fərqidir. Amma modulu. 30-dan 20 çıxsaq 10, 10-dan da 5 çıxsaq 5. Yəni bizdə deyir ki, bu bərabərdir MA böyük yazaq, bu da bərabərdir MA kiçik yazaq. Deyir ki, əvəzləyici qüvvənin ən böyük təcili A-dır. O da bərabərdir MA. Tərəf-tərəfə bölsək, 55 5-ə bölünür 11 ya da bölək 50 böl 5 bərabərdir A bölünsün A kiçik. Və buradan A kiçiyi tapsaq, o da A bölünsün 11. Və bu bizim oldu 23-cü misalımız. Sonra keçək 24-cü misala. 24-cü misalda nədir? Çevrə özü hərəkətdir. Radius verilib 8-dir. Kütlə verilib 0,2-dir. Deyir, adam B gəlmə müddəti verilib 0,5-dir. Pi kvadrat 10-dur. Məsafə qüvvəsini istəyir. Bu tipli testlərdə uşaqlar, mən bu variantdan istifadə edirik. Necə? Fm bilirik ki, M vurulsun AM-dir. Burada 45 dərəcə dönüb. Yəni 45 dərəcədən mən N-i tapaq. N-i necə tapırıq? Verilmiş dönmə bucağını, yəni 45 dərəcəni ümumi çevrənin 360 dərəcə bölürük. Yəni bu da bərabərdir bizdə 8-də 1-ə. Sonra da, yəni bu formada N-i tapaq. Yəni düzdür, 2 tüp elə bilərsiniz. Yəni bu 8-də 1 tek kimi eləyib, böyük T-ni tapıb, sonra A-nı da tapa bilərsiniz. Mən sadəcə olaraq dövrlərin sayını, yəni burada 8-də 1 dövr eləyib, yəni 45 dərəcəni 360-a bölürük. Sonra da AM-in düsturu 4 pi kvadratı n kvadratı bölünsün t kvadrat vurulsun r düsturunu yazırıq. O da bərabərdir 4 vurulsun pi kvadrat 10 n'in kvadratı eləyir 64'də 1 bölünsün t kvadrat. Yəni 0,25 vurulsun r. Bu da vurulsun 8. Bərabərdir. Burada ixtisar eləsək, yəni necə? Bu %25 4'də 1'dir. 4'ü 4'də 1'ə vuranda 16. 16'nı 8'ə vuranda 128. 128'i 64'ə böləndə 2. Bu olur 20. Gətirib burada yerinə qoya bilərik. M-imiz 0,2 vur 20. O da bərabərdir bizdə 4'ə. Bu oldu bizdə 24-cü misal. Sonra gəlir 25-ci misala. Şəklini çəkək, sonra
Şərtini oxuyaq. Deməli 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 3'te bu Y oxu, şöyle bu da X oxu. Deməli, burada qüvvəni verib F1. Burada da qüvvəni verib F2. Hər dama, yəni burada 1 Newton, burada 1 Newton. Sual nədir? Deyir, o koordinat başlanğıcından olan cisim üç qüvvənin təsiri ilə sükunətdədir. Sükunətdədirsə, uşaqlar, əvəzləyici qüvvə sıfıra bərabərdir. Bu qüvvələrdən ikisini şəkildə təsvir olunur. Üçüncü qüvvənin X və Y oxları üzərində proyeksiyalarını hesablayın. Bu qüvvə vektorunu çəkin. Sadə misal. Ümumiyyətlə, uşaqlar, əvəzləyici qüvvəni 3 üsuldan həll eləmək olur. Biri, vektor üsulu ilə əvəzləyici qüvvəni tapa bilirik. 2, proyeksiyalarla tapa bilirik. Üçüncüsü isə, mən onları cütləşmə üsulu deyirəm. Yəni, eyni istiqamətdə olanda toplanır, əks istiqamətdə olanda çıxılır. 90 dərəcəndə favorit edirəm. Yəni, bir-birindən belə desək, kompensasiya olunur və yekun əvəzləyici qüvvə tapılır. İndi bizdə X oxları üzrə verilibsə, proyeksiyalama usuludur. Əvəzləyici qüvvənin əgər özü sıfıra bərabərdirsə, onda o deməkdir ki, əvəzləyici qüvvənin X-i də sıfırdır, əvəzləyici qüvvənin Y-i də sıfırdır. Əvəzləyici qüvvənin X-i də o deməkdir ki, əgər cisimə 3 qüvvə təsir edibsə, onda 3 qüvvənin X-larının cəmi sıfıra bərabərdir. Eyni ilə Y-lərinin də cəmi sıfıra bərabərdir. Birincinin X-i, yəni burada başlayıb, birincisi burada qutarır. Birincinin X-i 0 ilə 2 dama arasındadır. Hər dama 1 Newton olduğuna görə birincinin X-i 2-dir. Üstə gəlinsin. İkincinin X-i 3 damadır. Amma mənfidir deyə, yəni burada mənfini də nəzərə alırıq. Yəni mənfidir deyə, mənfi 3-dür. Üçüncünün X-i yoxdur, bərabərdir 0-a. Buradan üçüncünün X-ini tapıram. 2-dən mənfi 3 çıxanda mənfi 1, bu eləyir 1. Deməli, üçüncünün X-i 1-dir. Keçirik Y-nə. Birincinin Y-i, yəni Y oxuna gəlirik. 1 damadır, 0-ın üstündədir, müsbət 1. İkincinin Y-i, Y oxuna gəlirik. Bu hissədir, 2 damadır, 2 yazırıq. Üstə gəl üçüncünün Y-i bərabərdir 0. Buradan üçüncünün Y-i də bərabərdir mənfi 3-ə. X-i 1, bax, X-i uşaqlar 1, Y-i isə mənfi 3. Bax, 3 dama sayırıq. Mənfi 3-dür deyə uşaqlar aşağı düşürür. Yəni 0-dan aşağı 1, 2, bu da mənfi 3. Yəni, buraya yazıram, bax, belə mənfi 3, buraya da yazılır 1. Üçüncü qüvvəni çək deyirlər. Üçüncü qüvvə də budur. Bax, bu da üçüncü qüvvədir. Yirmi 6-cı sualda. Eyni materialdan hazırlanmış R1 bərabərdir R, R2 bərabərdir 2 radisi kürələr toqquşur. Toqquşma zamanı hər hansı bir anda birinci kürənin təcili A olarsa, ikinci kürənin aldığı təcili tapın. Toqquşma mərkəzi toqquşmadır. Uşaqlar, ümumiyyətlə Newtonun 3-cü qanununa görə qarşılıqlı təsirdə olan iki cismin bir-birinə təsir qüvvələri bərabərdir.
Yani toqquşmada da qarşılıqlı təsirdə olurlar deyə 26-cı sualda. Ona görə qarşılıqlı təsir qüvvələri bərabərdir. F də bərabərdir EMA düsturuna görə A'mız M-lə tərsdir. M'imiz də rho vurulsun V'dir. Eyni materialdan hazırlandığına görə rho 1 rho 2'ye bərabərdir. Onda M V ilə düz asılıdır. Kürə olduğuna görə uşaqlar, daha doğrusu kürə şəklində olduğuna görə V'nin də düsturu 3/4 pi R'in kubu olduğuna görə indi bizdə tənasibi düzəldə bilərik. Deməli A M-lə tərsdir. Yəni nə demək istəyirəm? A1 bölünsün A2 bərabərdir. M2 bölünsün M1'ə. M'imiz isə V ilə düz asılıdır. O da bərabərdir. V2 bölünsün V1'ə. V'miz isə R'in kubu ilə düz asılıdır. O da bərabərdir. R2'nin kubu bölünsün R1'in kubuna. İndi verilənləri yazıram. Uşaqlar. A1'imiz A'dır. R1'imiz R'dir. R2'miz isə 2R'dir. Gətirib yerinə qoyuruq. A bölünsün A2 bərabərdir. R2'nin yerinə 2R'in kubu bölünsün R1'in yerinə də R kub. Bu yuxarıda olur 8R kub böl R kub. Bu bərabərdir 8'ə və mən buradan A2'ni tapıram. A bölünsün 8'ə. Bu da oldu bizdə 26-cı sual. Və sonuncusu. İyirmi yeddinci suala baxırıq. İki qüvvənin əvəzləyicisinin ən böyük qiyməti. İki qüvvənin əvəzləyicisinin ən böyük qiyməti dediyimiz kimi qüvvələr toplanır. Şərtdə verilib 14'ə bərabərdir. Ən kiçik qiyməti isə 2'dir. Ən kiçik qiyməti isə çıxılır. O da bərabərdir 2'yə. Hələ ki, bu cümlədən biz bu qüvvələri tapa bilərik. Tərəf-tərəfə toplasaq 2F1 bərabərdir 16, F1 bərabərdir 8. Tərəf-tərəfə çıxsaq 2F2 bərabərdir 12, F2 bərabərdir 6. Qüvvələri tapmış olduq. Deyir, bu qüvvələr perpendikulyar yönəldikdə. Uşaqlar, F1 8, F2 də 2 16. Perpendikulyar yönəldikdə əvəzləyici qüvvə bu olur. Və gördüyünüz kimi diagonal olduğuna görə Pifagor teoremi ilə tapılır. O da bərabərdir 8'in kvadratı üstənsin 6'nın kvadratı, o deyilir 10. Bu bizdə Newton'da yeni testlərin həlli. Sağ olun uşaqlar, özünüzə yaxşı baxın.